İran-İsrail-Amerika üçbəşli müharibəsi zamanı təəssüf ki, Azərbaycan da bu müharibələrdən yan keçmədi. Naxçıvan 3 dəfə, bəzi mənbələrə görə 4 dəfə dron atəşinə tutulub. Bu hücumu mən pisləyirəm. Bu məktəbin və aeroportun vurulması bir terror aktıdır. Səhvən düşüb, düşmək istəməyib. Mən bu sözləri qəbul edəmirəm. Bu bilərək atdım edilmiş bir Azərbaycanda heç bir Amerikanın, İsrailin bazası yoxdur. Azərbaycan müstəqil dövlətdir və buna görə də bu hücum olunursa, deməli bilərək törədilmiş bir terror aktıdır.